Bakının tarixi mərkəzi olan İçərişəhərdə azyaşlıların əl işlərindən ibarət rəsm sərgisi bədii sənətsevərlərin ixtiyarına verilib. Sərgidə fərqli yaş qruplarından olan istedadlı uşaqların bir-birindən maraqlı və rəngarəng rəsmləri nümayiş olunur. İçərişəhərdə şəhərsalma və urbanistika mövzusuna həsr olunmuş incəsənət sərgisi təşkil olunub. Sərgidə memar, rəssam və Little Artist Uşaq Rəssamlıq Məktəbinin təsisçisi Nigar Seyid və onun rəhbərlik etdiyi yaradıcı kollektivin rəsm əsərləri nümayiş olunub. Sərgidə şəhərsalma, memarlıq və urban mühit mövzularını əks etdirən rəsm və heykəltaraşlıq əsərləri nümayiş olunub. Layihənin əsas məqsədi şəhər mədəniyyətinə, memarlıq irsinə və urban inkişaf mövzularına incəsənət vasitəsilə diqqət çəkməkdir. Bu günlərim WUF çərçivəsində öz Little Artist dərnəyim ilə sərgiyə qatılmışıq İçərişəhər ərazisində Qoruq İdarəsinin təşkilatçılığı ilə 3-13 yaş arası tələbələrim iştirak edirlər burada və bu günlərim 25, sabahlarım da digər 25 tələbəm iştirak edəcək və 10 üzvümüz də heykəltaraşlıqdan sabahlarım nümayiş olunacaq onların da işləri. Uşaqlar xəyallarındakı şəhərləri kətan üzərinə köçürüblər. Nümayiş olunan əsərlər arasında doğma Bakımızın və Azərbaycanın fərqli bölgələrinin füsunkar mənzərələri xüsusi yer alıb. Çox rəngli görsənirlər, çox professional çəkilişdir. 3-4 gündür Bakıdayım. Bu şəkillər çox xoşuma gəldi. Burada heyvanları, pişikləri çox gördüm İçərişəhərdə. Ona görə bu şəkil çox xoşuma gəldi. Qeyd etdiyim kimi çox maraqlı gəldi mənə. Birinci elə bilirdim, böyük adam çəkib. Siz qeyd edəndən sonra gördüm ki, çox maraqlıdır rəngləri mənə. Çox maraqlı gəlir. Sərgidə nümayiş olunan rəsmlərdə uşaqların vətən sevgisi, təbiət mənzərələri, sülh və xəyal dünyaları öz əksini tapır. Rənglərin harmoniyası və azyaşların dünyaya baxışı sərgi ziyarətçiləri, o cümlədən paytaxtımızın qonaqları tərəfindən böyük maraq və rəğbətlə qarşılanıb. İlkanə Vaqif qızı, Əfqan Bayramov, Space xəbər.